bizim kafedraya, Nəzəri Fizika kafedrasına, Bakı Dövlət Universiteti çox yaxşı kafedra olub bu. Çox yaxşı alimlər işləyirlər. İndi qalan bircə mənəm, yaşlı insanlarda. Allah cansız sağ olasın. Mən də 100-dən çox kitab yazmışam. Dilim sadədir, özüm ləzgiyəm də. Yəni, dərindən bildiyimə görə sadəcə də hər şeyi izah eləyə bilirəm. Ona görə mənə qiymət verirlər Respublikada. Əla. İndi özümdən danışmaq biraz yaxşı deyil, amma Aydın məsələ. Facebookda yazırlar da məndən Abdullayev Sərhəddin müəllim. Abdullayev Sərhəddin müəllim. Nə qədər dərslik buraxmısınız? Yəni 100-dən çoxdur, 120-dən çoxdur. Bəlkə də ölkə çempionusunuz dərsliklər üzrə. Özü də mənim dilim sadədir. Məni kitabımı oxuyan deyir ki, mən bunları yaxşı başa düşdüm. Başqa kitabları oxuyurlar, deyir, mən heç nə başa düşmədim. Çünki oxunaqlı deyil, yaxşı başa sala bilmir. Mən çalışıram, bacardığım kimi yaxşıdır. Respublikamızda fizika məsələ kitabları olmayıb, hamısı ruslardan tərcümələr idi. Aşağı siniflərdə, heç aşağı siniflər tərcümə kitabları da yox idi. Mən müəllimlərin xahişi ilə kitablar yazdım aşağı siniflər üçün. 7-8 o kitab çıxanda Allah Allah nə sensasiya oldu Respublikada. Rus kitablarından deyir, sənin kitabların qat-qat yaxşıdır, başa düşüləndir. Sonra gəldilər, bir xanım gəldi ki, icazə ver, mən onu tərcümə eləyim Rus dilinə. Dedim, tərcümə elə, qonorar da istəmirəm. Amma kitabları özün burax və sat. Mən pul da istəmirəm. Bacarırsansa gör, kitab buraxa bilirsənsə, burax görüm. Mən icazə verirəm də, sən tərcümə elə burax. Çünki məni Rusça yazmamışam, məni tanımırlar Rus məktəblərində. Razı olmadı. Dedi, mən kitab buraxa bilmərəm. Amma sonradan tərcümə elədilər. Bəzi dərsliklərdə səhvlər var, məktəb dərsliklərində səhvlər var. Səhvlərdən danışmayın da. Onu danışsam, məclisimiz ayrı səmtə gedər. Nazirə məktub yazmışdınız, onun bir xeyri oldu mu? Yox, yox. Cavab da gəlmədi. Yox, yox. Nazirlik də əvvəlki nazirlik deyil. Kitablara girif almaq lazımdır. Çap olunmaq qayda deyirlər buna. Girif almaq üçün müraciət edirsən, sənədləri verirsən. 2 həftə, 3 həftə sənədlərə görə girif verilirlər. Lidiya xanımın dövründən, Misir müəllimin dövründən 50-dən çox kitabı girif almışam. Amma o Ceyhun müəllimin dövründə bir kitabım, təzə kitabımı yazmışdım, 10-cu sinif kitabımı. Rəyə göndərmişdilər, rəydən də müsbət gəlib, amma girif vermirlər. Arada Covid düşdü, mən də gedə bilmirdim. Axırda biraz boşalanda getdim. 14 ayın ərzində kitaba girif verməyib saxlamışdılar. Çağırdım həmin işçini, ad familiya var idi məndə, çağırdım, dedim, mənim kitabımı qaytar. Dedilər ki, niyə kitabı qaytaraq ki? Dedim, 14 aydır. Bunu uzaqbaşı bir ayın içində girif verirdilər, deyirəm, bu onu nazirlik. 14 ayda girif vermirsiniz, mən də o kitabı aparıb düz prezident aparatına qoyacağım qabaqlarına ki, mən belə kitab yazmışam, məni incidirlər, məni buraxmırlar kitabımı. Tir-tir əsməyə başladı, yalvarmağa başladı.
Ben de pis adam değilim de. 14 aydan sonra girif verildi. Giriften neşr çaplemek kaydasında o çap elədim. Bu kitabın da çap eleyen günü elə güne düştü ki kızım rahmete gitti. Gözle 14 ay gel girif ver, hemen günü de kızım rahmete gitti. Bir işin bak ne Allah sizden ne çətinliklərlə mən son vaxtlar girif alıram. İndi də bir kitabım var. Belki de devlet mükafatına layıklı bir kitaptır. Hansı kitabdan söhbət gedir? Bu sen istemiştin benden bir kitap. Ondan bırakıldı mı? O kitap Defisit olmuş. indi son varyantı nazirlikte ilişip kalıp yine. Orada Abdullah'ı tanıyırlar, incidirler. Çünkü benden o mesele Hörmətləmirsiniz, hə? hürmet istəyirlər. Mən hürmet etməliyəm. Əksinə mənə Hürmet eləməlidirlər. verməlidirlər ki, gözəl kitablar yazırsınız. Neyse, qalıb elə orada görək nə olacaq. Sonra yaxşı oldu hər şey. Yoksa hiç deyirdi ki, eşitmişəm sən yaxşı kitablar yazırsan. Abil müəllim mənə deyir, eşitmişəm yaxşı kitablar yazırsan. Deyirəm, Abil müəllim, koltuğumda 8 dənə kitab var təzə yazdığım. Sizə də pay gətirmişəm. Dedi, bu kitabları mən kitabxanaya veririm. Dedim, kitabxanaya mən hamısından vermişəm. Bir baxın, eşitmək yox. Baxın görün də Sərhəddin necə yazır kitabları. Nəysə, qiymət vermirdi, sonradan məlum oldu ki, ayrı məsələlər var, bilərlər var.